Ona görə yəni bu nəyə görə ayrılıb sonradan rububiyyə ilə ad və sifətlər? Ona görə ki, rububiyyə baxsan ad və sifətlər ikisinin də nə var? Rububiyyə ilə tamına əlaqəsi var. Misal üçün Allah səmi'dir, basirdir. Hər şey eşidən, hər şey görən. Rububiyyədir yoxsa yox? Rububiyyədir. Deməli, görürsən, əgər insan deyirsə ki, Allah eşitmir, rububiyyə inkar etmişdir. Mu'təzililər deyir ki, Allah eşitmir. Deyirlər, səmi'un bilə səmə, basirun bilə basar, qadirun bilə qudra, azizun bilə izzə. Deyir ki, onlar eşidəndir, amma eşitmir. Görəndir, amma görmür. Qüdrətlidir, amma qüdrəti yoxdur. İzzətlidir, izzəti yoxdur. Subhanallah. Yəni, bu kim deyib? Mu'təzə alimləri. Kim onları təkfir edib bu məsələdə? Heç kim onları təkfir etməyib. Yəni, bu, kimisə yeb qəbrə dua etməsindən daha böyük şirkdir. Onda bütün mu'təzilləri təkfir edək. Eyni halda əşarilərdir. Eyni vəziyyətdə əşarilərdir. Əşarilər nə deyir? 7 sifətdən başqa bütün sifətləri inkar edir. Bütün Allahın ad və sifətləri var da, onlarla yanaşı Allahın sifətləri də var. Hər hansı bir yəni adı ispat ediriksə, onun mütləq sifətini də ispat etməliyik. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Seyyidina ve nebiyyina ve mevlana Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Əmmə əbəd, müşrikləri müsəlman çıxartmaq üçün, müşrikləri müsəlman adlandırmaq üçün Allaha, onun kitabına, Rəsulu sallallahu aleyhi və səlləmə, onun sünnəsinə, sahabələrə, tabinlərə, sələfə iftira atmaqdan, yalan isnad etməkdən zərrə qədər utanmayan bu zəlalət firqəsi, bu zəlalət dəvətçiləri ildırım sürəti ilə sapmağa davam edirlər. Əvvəl üluhiyyət tövhidində cəhaləti üzr görürdülər. İndi isə ona rububiyyət tövhidini də qoşmağa çalışırlar. İsim və sifət tövhidinin rububiyyət tövhidi ilə birbaşa bağlantısı olduğunu, bir-biri ilə iç-içə olduğunu söyləyərək, isim və sifət tövhidində cəhalətin üzr olduğunu, güya isim və sifət tövhidində azan, Allah Əzə və Cəllənin sifətlərini inkar edən Mu'təzilə firqəsinin sələfin təkfir etmədiyini və buna əsasən də rububiyyət tövhidi də buna bağlı olduğu üçün rububiyyət tövhidində də cəhalətin üzr olduğunu ispat etməyə çalışırlar. Yəni Mu'təzilə firqəsi Allah Əzə və Cəllənin eşitmək, görmək, danışmaq sifətlərini inkar edirdi və s. bir çox sifətlərini inkar edirdi. Sələf isə onları təkfir etmirdi. Sələf alimləri onları təkfir etmirdilər. Halbuki eşitmək, görmək, danışmaq Allah Əzə və Cəllənin həmçinin rububiyyət tövhidinə də aiddir. Sələf onları təkfir etməyibsə, demək ki, rububiyyət tövhidində də cəhalət üzüllüdür. Belə bir məna çıxartmaq istəyirlər. Və bu adam deyir ki, Mu'təzilə firqəsi bu əqidədə olub və sələfdən kim onu təkfir edib? Heç kim. Yəni, sələfin əsərlərinə vaqif olan, sələfin əsərlərini oxuyan kəs, hər kəs çox gözəl bilir ki, Mu'təzilə firqəsini, qədərləri və digər bidət firqələri, Qulət Haşəri firqələrini, cəhmiləri sələf mütləq və müəyyən olaraq təkfir ediblər. Minlərlə bu barədə nəqillər mövcuddur. Minlərlə. Ad və ad təkfir ediblər. Əbu Mənsur Əl-Bağdadi rahiməhullah buyurur ki, hədis və isnad imamlarının sıralamasına gəlincə, onlar tabein təbəqəsi içində dərəcələrə bölünmüşdülər. Bu təbəqədə seçilən 4 nəfər vardır. Tabein təbəqəsində ən üstün olan imamlar 4 nəfər vardır. Onlar kimdir? Zühri, Səid ibn Cübeyr, Hişam bin Urvə və Musa bin Uqbə rahiməhullah. Bu şəxslərin arasında Əbu Zinad da qeyd edilmişdir. O, yəni Əbu Zinad, Ənəs ibn Məlik və Abdullah ibn Ömər radiyallahu anhümədən elm almışdır, onları yetişmişdir. Sonra buyurur ki, həmçinin bu ümumilik içində Mədinənin 7 fəqihi də yer alır. Çünki onlar fiqhdə dərin elm sahibi olmaqla yanaşı, hədis elmində də imam idilər. Tabeinin ardıcılları ətba tabein təbəqəsində isə bunlar vardır. Kimlərdir? Malik bin Ənəs, İmam Malik, Sufyan Əs-Savri, Səid ibn Əl-Həccac Əl-Ətəqi, İbn Cüreyc, Sufyan ibn Uyeynə, Abdullah ibn Əl-Mübarək,
və Yahya ibn Said el-Qattan et-Təmimi rahimehumullah. Arxasınca buyurur ki, adlarını çəkdiyimiz bu şəxslərin hamısını araşdırdıqda görürük ki, onlar qədər əhlini və digər bütün həva əhli firqələri təkfir edirdilər. Digər bütün həva əhli firqələri təkfir edirdilər. Kitab-ı Usulüddin səhifə 337-də bunu zikr edir. İbnül Bənn Əl-Həmbəli rahimehullah Nəfsi Kəlam bidət haqqında danışarkən buyurur ki, bu bidəti İbn-i Külləb dilə gətirdiyi vaxt Əhməd ibn Həmbəl onları təkfir etdi. Əhməd ibn Həmbəl onları təkfir etdi. Əl-Muxtar fi Usulü Sünnə səhifə 105-ci səhifədə bu zikr olunur. Yəni Əbu Bəkir Əl-Xallal Əs-Sünnəsində 7-ci cilt 17-ci səhifədə buyurur ki, bizə Cəfər bin Muhammed nəql etdi. Dedi ki, mənə Əbu Abdullah nəql etdi. Əbu Abdullah İmam Əhməddir. Dedi ki, Əbu Qurra Əz-Zübeydiyyə oxudum. İbn-i Cüreycdən belə dediyini rəvayət etdi. Mənə Ata ibn Əbi Rəbəh xəbər verdiyinə görə o İbn Abbas radiyallahu anhudan belə deyərkən eşitmiş, Muhammed sallallahu aleyhi və səlləm Rəbbini qəlbi ilə 2 dəfə gördü. Həmbəl dedi ki, yəni Həmbəl İmam Əhmədin oğludur. Ey Əbi Abdullah, yəni atasına deyir İmam Əhmədə, amma Ayşə onu görmədi deyir. Dedim, həmçinin ona ayrıca Əbu Zəri də zikr etdim. İmam Əhməd dedi ki, dünyada görüb görmədiyi xüsusunda ixtilaf etmişlər. Ahirətdə görməsi məsələsində isə sadəcə bu cəhmilər fərqli qənaətə gəlmişdilər. Cəhmilər Allahın ahirətdə görüldüyünü inkar etmişlər, görüləcəyini inkar ediblər. Həmbəl deyir ki, mən atama dedim ki, onları təkfir edəni qınayırsanmı? Həmin o Allahı qiyamət günü görüləcəyini inkar edənləri qınayırsanmı? Xeyr dedi. Bəs təkfir edilirlərmi dedim? Hə dedi, bəli dedi. Yəni Abdullah ibn Əhməd ibn Həmbəl Kitab-ı Sünnə 1-ci cild 281-ci səhifədə buyurur ki, Əbu Mə'mər Əl-Huzəli rahimehullah belə demişdir. Allah Əzə və Cəllənin danışmadığını, eşitmədiyini, görmədiyini, qəzəblənmədiyini, razı olmadığını, hansı ki bu adam yuxarıda onları sayırdı. Ki, Mu'təzilə bu etiqadda olub, heç kəs onları təkfir etməyib. Bu sifətlərdən bir neçəsini daha saydı. Söyləyən kimsə Allah Əzə və Cəlləyə kafirdir. Onu bir quyunun başında durarkən görsəniz, onu quyunun içine atın. Mən Allah Əzə və Cəlləyə qarşı bunu din edirəm. Çünki onlar Allah Teala'ya kafirdirlər. Yəni İbn Battah rahimehullah Əl-İbanətul Kübra'da buyurur ki, Əl-Mərvəzi rahimehullah belə demişdir. Əbu Abdullah'a dedim ki, yəni İmam Əhmədə dedim ki, Əl-Kərabisi deyir ki, Quran tələffüsün məxluq deyildir deyən kimsə kafirdir. Quran tələffüsün məxluq deyildir deyən kimsə kafirdir. Kərabisi Mu'təzil imamlarından biridir. İmam Əhmədə belə deyirlər. İmam Mərvəzi deyir ki, mən İmam Əhmədə dedim ki, Kərabisi deyir ki, Quran tələffüsün məxluq deyildir deyən kimsə kafirdir. Yəni sələf etiqadını təkfir edir. İmam Əhməd dedi ki, onun özü kafirdir. Bişir Əl-Mərisi öldü, Hüseyn Əl-Kərabisi onun yerinə keçdi. Biz bugün müşrikləri təkfir etdiyimiz üçün, müşriklərə, Allah ilə yanaşı Allahdan qeyrisinə şirk ibadət edənlərə müşrik dediyimiz üçün bizə xavaric deyənlər olduğu kimi, həmin imamların zamanında da bu məzhəbləri, bu firqələri, Mu'təziləni, Qədəriyyəni təkfir edənlərə xavaric deyən zındıqlar var idi. Necə ki İbrahim ibn Həris Əl-Əbbadi rahimehullah buyurur ki, Əbu Abdullah Əhməd bin Həmbəl belə demişdir. Mənə xəbər gəldi ki, Əbu Xalid Musa ibn Mənsur və başqaları bir yerlərdə oturub bizim sözümüzü eybləyirlər. Quran haqqında nə məxluqdur, nə də məxluq deyildir sözünə dəvət edirlər. Bizim onları təkfir etməmizi qınayıb xavaricilərin sözü ilə danışdığımızı deyirdilər. Yəni bu bidət əhli, bu Mu'təzilə, Əbu Xalid Musa və İbn Mənsur və yanındakılar otururlar. İmam Əhmədin və onun tərəfdarlarının Quran məxluqdur və yaxud məxluq deyildir sözünə dəvət edənlərin, hansı ki Quran məxluqdur sözünə dəvət edənlər təkfir etməyimizi qınayırlar. Deyirlər ki, bu xavaricilərin sözüdür. Və buyurur ki, sonra Əbu Abdullah Əhməd bin Həmbəl qəzəblənmiş kimi təbəssüm etdi, qəzəbli halda təbəssüm etdi. Daha sonra belə dedi, onlar nə pis bir toplumdur. Onlar nə pis bir toplumdur. Yəni İmam Əhmədin və həmin zamanın sələfi alimlərinin Mu'təziləni təkfir etmələrinə görə onlara xavaric deyənlər də var idi.
Onu da Əl-Xəllal Əs-Sünnə 5-ci cild 139-cu səhifədə zikr edir. Yenə Nəvəvi Əl-Məcmusunda 4-cü cild 253-cü səhifədə buyurur ki, Əbu Əli Əl-Təbəri Əl-İfsah kitabında və Əbu Hamid Əl-İsfəyarani və tabeinləri demişlər ki, o, yəni Mü'təzilə kafirdir. Əbu Hamid və tabeinləri dedi ki, Mü'təzilə kafirdir, Xavariz isə kafir deyil. Və Əl-Mütəvəlli İmam Şafi'dən Quranın məxluq olduğunu deyənin təkfirini nəql etmişdir. Bəs deyirlər, Mü'təziləni heç kəs təkfir etməyib. Yəni, yalanın da bir dozası olar, bir sərhəddə olar. Yəni, Əbəl-Əbbas Əhməd bin Həsən bin Ənam, rahiməhullah, Mü'təzilə və Cəhmiyyə, bunları birləşdirdik ki, eyni firqədirlər. Mü'təzilə və Cəhmiyyə firqəsi haqqında buyurur ki, Allah onlara lənət etsin. Cəhmiyyə bir çox müxtəlif sinifləri vardır. Onlardan bir sinif deyir ki, Quran Allahın kəlamı deyildir və məxluq da deyildir. Onlardan başqa bir sinif isə belə deyir. Quran Allahın kəlamıdır, məxluq və ya məxluq deyildir deməzlər. Onlardan bir tayfa belə deyir. Quran haqqında o bir hekayədir. Onlardan kimləri də belə deyir. Qurandakı ləfslərimiz məxluqdur və bir çox növlərini saydıqdan sonra buyurur ki, bunların hamısı Cəhmiyyədir, onlar kafirdir, zındıqdır, öldürülməsi halaldır. Hər kim bu siniflərin hamısını təkfir etmirsə, onu özü də qanı halal kafir və zındıqdır. Usulüddin-il İslam səhifə 31-32-ci səhifədə bunu zikr edir. Yenə Şafi imamlarından Əbul-Əbbas Əl-Sərrac rahiməhullah buyurur ki, hər kim Allahın təəccüb etmə və gülmə sifətini və hər gecə dünya səmasına enməsinə iqrar və iman etməzsə, zındıq bir kafirdir. Tövbəyə dəvət edilər, tövbə edər, əksik təqdirdə boynu vurular. Əl-Uluvul Alil Ghaffar Liz-Zəhəbi səhifə 214-də. Yəni bunlar adət üzrə dedikləri kimi yenə deyə bilərlər ki, bu ümumi sözlərdir. Müəyyənə gəldikdə isə təkfir etməyiblər. Bu da böyük bir yalandır. Müəyyən olaraq da təkfir ediblər. Məsələn, İmam Əhməd rahiməhullah öz dövrünün xəlifəsi Mə'munu təkfir edib. Əl-Xəllal rahiməhullah Əs-Sünnə 5-ci cild 95-ci səhifədə buyurur ki, mənə Əhməd bin Muhammed ibn Matar xəbər verib dedi ki, bizə Əbu Talib nəql edib dedi ki, Əbu Abdullaha dedim ki, Əbu Abdullah İmam Əhməddir. Tarasus əhli Tarasusda bir adamın qəbrinin yanından keçərkən belə deyirlər. Tartusda bir qəbir var, insanlar onun yanından keçərkən belə deyirlər. Kafir, Allah ona rəhmət etməsin. Əbu Abdullah da dedi ki, bəli, Allah ona rəhmət etməsin. O bu işi Quran məxluqdur küfrünü yaydı və gətirdi. Və arxasınca deyir ki, Tartusidə qəbri yerləşən xəlifə Əl-Mə'mundur. Yəni Hərb bin İsmail Əl-Kirmani rahiməhullah Məsaildə 3-cü cild də buyurur ki, Əbu Bəkir bin Əyyaş rahiməhullah dedi ki, onun Quranın məxluq olduğunu deyən kimsənin kafir olduğunu deməyən hər kəs kafirdir. Quranın məxluq olduğunu deyən kimsənin kafir olduğunu deməyən hər kəs kafirdir. Yahudi və xristiyanların kafirlər olduğuna şübhə varmı? Kim onların kafirlər olduğuna şübhə edərsə, o kafirdir. Quranın məxluq olduğunu deyən kimsələrin kafir olduğuna şübhə edənlər də onlar kimidir. Yenə İmam Lələkai rahiməhullah Şərh-i Usul-i I'tiqad 2-ci cild 353-cü səhifədə buyurur ki, İbn Əyyubun belə dediyini eşitdim. Əbə Abdullah Əhməd bin Həmbələ dedim ki, ey Əbə Abdullah, bir kimsə Quranın məxluq olduğunu dedi. Müəyyən bir kəsdən gedir söhbət. Bir kimsə dedi ki, Quran məxluqdur. Mən də ona ey kafir dedim. Buna görə mənə bir günah varmı? Dedi ki, İmam Əhməd dedi ki, Abdurrahman İbn Mehdi belə deyərdi. Əgər mənimlə onlar arasında bir qohumluq bağı olsaydı, yəni Mü'təzilə firqəsi arasında bir qohumluq bağı olsaydı, öldükləri halda onlara varis olmazdım. Xorasanlı bir kimsə oranın dili ilə dedi ki, Quranın məxluq olduğunu deyən kimsənin kafir olduğunu deyimmi? Dedi ki, hə. Yəni Abdurrahman bin Mehdi dedi ki, bəli. Kim Quran məxluqdur deyirsə, ona müəyyən olaraq ki, o sən kafirsən. Yenə İmam Əhməd rahiməhullah Əl-Mə'mundan əlavə Vasiqi də təkfir edib. Xəlifə Əl-Vasiqi də təkfir edib. İmam Əhmədin oğlu Abdullah rahiməhullah buyurur ki, İmam Əhməd dedi ki, Allahın və İslamın düşməni olanın gətirdiyi necə də böyük bir bəla idi. Yəni mütəvəkkildən öncə olan da kimdir? Vasiq. Və mütəvəkkil sünnəni dirçəltdi. Allah ondan razı olsun. Mütəvəkkil sonra gəldi, sələfin etiqadına qayıtdı. İmam Əhməd deyir ki, ondan əvvəl
Allahın düşməni və İslamın düşməninin gətirdiyi şey necə də böyük bir bəla idi. Abdülhadi Əl-Həmbəli rahimehullah bunun şərhini, bu sözün şərh edərkən deyir ki, İmam Əhməd onu Allahın və İslamın düşməni adlandırdı və əgər onu Əl-Vəsiqi imamlığı üçün səhih sayılsaydı, onun xəlifəliyi səhih sayılsaydı, o onun haqda belə sözlər deməyi özünə halal bilməzdi. Yenə Sirat-ı İmam Əhməd, Salih ibn Əhməd əsərinin 52-ci səhifəsində İmam Əhmədin oğlu Salih rahimehullah rivayet edərək buyurur ki, atam dedi ki, qəsrdə həbsdə olduğum zaman, həmin gün qəsrdə həbsdə olduğum günün 3-cü günü o 2 nəfərdən biri yanıma gəldi. 2 nəfərdən biri, yəni xəlifənin yanında olan vəzifə sahiblərindən, vəzirlərdən biri olan gəldi və mənimlə münaqişə etməyə başladı. Və mən ona dedim, sən Allahın elmi haqda nə deyirsən? O dedi, həqiqətən o məxluqdur. Və mən ona dedim, ey kafir, sən küfr etdin, kafir oldun. Yenə İmam Əhməd rahimehullah İbn Əbu Duat, Mü'təzilənin ən böyük dəvətçilərindən, xəlifənin həmin dövrdə xəlifənin vəziri postunda olan İbn Əbu Duat haqqında buyurur ki, o əzəmətli olan Allaha qarşı kafirdir. Allah onun qəbrini od ilə doldursun. Əmin. Bunu da Əs-Sünnə, İmam Xəllal Əs-Sünnə 5-ci cild 117-ci səhifədə zikr edir. Yenə həmin dövrün mü'təzilələrindən Abdurrahman Əş-Şafi, Əbu Abdurrahman Əş-Şafinin təkfir haqqında İmam Əhmədin tələbəsi olan Əhməd bin Qasım rahimehullah buyurur ki, mən Əbu Abdullahdan, yəni İmam Əhməddən soruşdum. Əş-Şafi sənin ilə Mü'təsimin, yəni xəlifənin yanında danışıbmı? Xəlifənin huzurunda səninlə danışıbmı? Və İmam Əhməd dedi ki, Allah onu rəzil etsin. Mən onu müsəlman hesab etmirəm. Yəni qardaşlar, bu nəqilləri minlərlə uzatmaq olar. Minlərlə nəqillər rivayet etmək olar bu barədə. Yəni bu qədər açıq bir şeydə, bu qədər açıq bir yalan danışmaq ki, Mü'təziləni sələf imamlarından heç kəs təkfir etməyib. Yəni nə bilim, deyiləcək bir söz tapmır adam. Subhanək Allahumma və bihamdik. Əşhədu an la ilahe illə ənt əstəğfiruka və etûbu ileyk.